Qubadlı rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatının birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbdə Qubadlının ilk hərbiçi şəhidi Mehman Hüseyboğlu Ağayarovun doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Ağverdiyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks hücuma keçən Azərbaycan ordusu 1990-cı illərin əvvəlində baş vermiş 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başlayıb. 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatıb. Tədbirdə Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatının sədri Etibar Həsənov və digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd ediblər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olub. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. Sonda şəhidimizin bacısı Afilə xanım göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edək ki, Ağayarov Mehman Hüseyboğlu 1971-ci il mart ayının 1-də Zəngəzur mahalı Qubadlı rayonunun Şurnuxu kəndində dünyaya gəlib. O 19 fevral 1992-ci il tarixində Yazı düzünün Əlqulu Uşağı kəndi sahəsinə aid ərazidə erməni-rus birləşmələrinə qarşı gedən qeyri-bərabər döyüşdə düşmənin atdığı minaatan mərminin partlaması nəticəsində Məlikəhmədli kəndindən olan Güloğlan Məmmədovla birlikdə şəhid olub. Mehman Ağayarovun məzarı Qubadlı şəhərindəki Şəhidlər Xiyabanındadır. Qubadlı rayonunun Kavdadıq kənd tam orta məktəbi şəhidin adını daşıyır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.